İyulun 21-də Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatında tədbir keçirildi. Milli Mətbuat, Milli Yaddaşımızın Sənnaməsi adlı tədbir öncəsi vətən uğrunda canlarını fəda etmiş şəhidlərin və dünyasını dəyişmiş jurnalistlərin xatirəsi anıldı. Tədbiri giriş sözü ilə açan Azərbaycan Jurnalistlər Birliyinin Masallı rayon təşkilatının sədri Akif Ağayev həmkarlarını Milli Mətbuat Günü münasibətilə təbrik edərək vurğulayıb ki, bu əlamətlər gün təkcə mətbuat işçilərin peşə bayramı deyil, həm də söz azadlığını, milli düşüncənin, maarifçiliyin və vətəndaş məsuliyyətinin təntənəsidir. O qeyd edib ki, Azərbaycan mətbuatı ötən əsrlər ərzində şərəfli inkişaf yolu keçərək ölkəmizin ictimai, siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrilir. Qanun nəşriyyatının redaktoru Əyyər Tahirov Azərbaycan mətbuatının 151 illik yolu və rəqəmsal çağırışlarla bağlı məruzə edib. O bildirib ki, Azərbaycan mediası yeni çağırışlara uyğun inkişaf edir, rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə cəmiyyətin operativ və obyektiv məlumatlandırması istiqamətində mühüm fəaliyyət göstərir. Masallı rayon İcra Hakimiyyətinin İctimai, Siyasi və Humanitar Məsələlər sektorunun müdiri Abbas jurnalistləri rayon rəhbəri Araz Əhmədovun adından təbrik edərək onlara uğurlar arzulayıb, rayonun ictimai, siyasi həyatında fəal iştiraklarına görə təşəkkürünü bildirib. Daha sonra fəlsəfə doktoru yazısı Əlişirin Şükürlü, əməkdar jurnalist Zakir Abbas və digər natiqlər çıxışlarında milli mətbuatımızın əsasını qoymuş Həsən bəy Zərdabinin əvəzsiz xidmətlərindən və Əkinçi qəzetinin xalqın maariflənməsində oynadığı roldan bəhs ediblər. Qeyd olunub ki, Masallı rayonunun media nümayəndələri ölkəmizdə gedən sosial-iqtisadi inkişaf proseslərinin, milli mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrinin və rayonumuzun ictimai həyatının işıqlandırılmasında öz əməyini əsirgəmir. Çıxışlar zamanı media sahəsində çatışmazlıqlar, jurnalistlərin qarşılaşdıqları problemlər dilə gətirilib, eyni zamanda müasir dövrdə informasiya müharibəsi şəraitində jurnalistlərin üzərinə düşən məsuliyyətin daha da artdığı vurğulanıb. Diqqətə çatdırılıb ki, tədbirin məqsədi mətbuat tarixinə nəzər salmaq, jurnalist əməyinə ehtiramı ifadə etmək, yerli media nümayəndələrinin fəaliyyətinin dəyərləndirilməsi, gənclərin marağını artırmaq və təcrübə mübadiləsinə şərait yaratmaqdır. Bayram tədbiri təşkilatın fəal üzvlərinin təltif edilməsi ilə yekunlaşıb. Akif Ağayev, Elsəvər Əliyev, Faiq Mirzə.